Salam hörmətli izləyicilərimiz. Sumqayıt şəhərinə yaxın Saray qəsəbəsində mərkəzi yoldan 30 metr məsafədə Heydər Əliyev prospektində gördüyünüz bu 2 mərtəbəli 4 otaqlı həyət evimiz satışa çıxıb. Bu evimizin həyətidir. Evin həyətinə rahatçılıqla 2-3 maşın daxil ola bilir. Evimiz paket kupçadır. Evin yan tərəfinə keçid var. Qapısı jalüz qapıdır. Bu da mərkəzi kanalizasiyanın trapıdır. Qaz işıq su daimidir. Evin hər iki tərəfinə keçid var. Burada evin bu tərəfinə keçid gördüyünüz kimi gül yeri saxlanılıb. Bir daha qeyd edirəm ki, mərkəzi kanalizasiyadır. 4 otaqdır, 2 mərtəbə, mərtəbələr arası monolit beton. Baxın, bu da evin giriş koridoru. Burada baklava güzgü yığılıb. İkinci mərtəbəyə qalxmaq üçün pilləkəni. Burada birinci gördüyünüz kimi bahalı zərri qapılar. Mərtəbələr arası monolit betondur. Birinci mərtəbə bütöv stipoldur. Bura qonaq otağıdır. Figurlu tavan, bahalı laminat, trisentin yeri. Burada belə bir ekran. Bütün pəncərələr evin öz həyətinə baxır. Qonşunun həyətinə və yaxud da divara dirənən pəncərələr yoxdur. Bura mətbəxdir. Mətbəxin ölçüləri kifayət qədər böyükdür. Mətbəx, koridor, hamam, tualet qranitdir. Baxın, bura birinci mərtəbədəki sanuzeldir. Qiymətini qeyd edirəm. Evin qiyməti 125 min manata təklif olunur. Real alıcılarla razılaşma olacaq. İndi isə qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbədə belə bir koridor var. Bu da birinci mərtəbəyə qalxan kimi hamam otağı, ikinci mərtəbənin sanuzeli və ikinci mərtəbədə 3 yataq otağından ibarətdir. 2 yataq otağının ikisi də balkondur. Ev qoşa balkonludur. Baxın, bu da balkona çıxış. Yəni, bütün yataq otaqlarının da ölçüləri kifayət qədər böyükdür. Bütün pəncərələrin qarşısı açıqdır. Baxın, ara məsafəsi. Bu da axırıncı yataq otağı. Evin qiyməti bir daha qeyd edirəm 25 min manata təklif olunur. Real alıcılarla razılaşmaq olacaq. Bu da ikinci mərtəbənin balkonu. Çox sağ olun, təşəkkürlər.